Eyvaz usta, sən saç tipi pigmentasiya eləyirsən. Bəli. Özünə bəz eləmirsən? Saçma nə olub ki? Gül kimi saçlarım. Sənin saçın var ki, Görmüsən? mən görmürəm. Kimsə görür. Eynəyi ver bax. Fuad usta, əsl qaş silən usta necə olur? Deba belə. Mən də axtardım bu qaş silən ustalar necə olur. İşinə məsuliyyətlə yanaşan və adı Fuad olan. Doktor Fidan xanım, siz yanaq dolğusu eləyirsiniz? Bəli, edirəm. Öz də əlasını edirəm. Özünüzə eləmisiniz? Yox, özüm eləməmişəm, ehtiyac olmayıb. Ehtiyac olmayıb? Yanaqlarım var da ona görə eləmirəm. Elşən neçə ildir işləyirsən? 10 ildir işləyirəm aslında. Neçə ildir qaşları düzəldirsən simmetrik? 10 ildir. Hamısını düpbədüz eləyirsən? Düppədizili buraxıram peçat kimi. Öz qaşın kimi? Öz qaşım ayrıdır master. Səbu usta, siz çox professional dodaq ustasısınız. Bəli, elədir. Çox gözəl dodaqlar eləyirsiniz. 100%. Sizin etdiyiniz işlər sizin dodaqlarınıza bənzəyir. Məncə yox. Mən spor eləyəcəm ki, sənin dodağın daha yaxşıdır. Hal-hazırda siz dəri pigmentasiya işi aparırsınız, düzdür? Düzdür. Siz bu qədər niyə bəzənmisiniz ki? Normal bəzənmişim axı, gündəlik makiyajımdır. Bu hələ gündəlikdir. Bəli, gündəlikdir. Ay Allah.